Bildiyiniz kimi vacib namazlar həm fərdi qaydada qılınır, fərdi şəkildə qılınır və yaxud da cəm şəklində qılınır. Fərdi şəkildə bir insan əgər namaz qılırsa, tövsiyə olunur ki, namazdan tez durmasın və namazın səcdələrini uzadaraq qılsın. Çünki Peyğəmbər buyurur ki, bir nəfərə buyurdu Peyğəmbər ki, mən sizin cənnətinizə zaminəm, amma səcdələrinizi uzatmaqla mənə kömək edin. Bir kəs şəxsi fərd olaraq tək halda namaz qılırsa, sübh, zöhr, əsr və məğrib və işa namazlarını qılırsa, səcdələrini uzun etsə, rükularını öz halına uyğun uzun etsə, çox gözəl olar. İnsan namazdan nə qədər kəsmədikcə Allahla rabitəsi güclənir. Hətta Peyğəmbər buyurur ki, ən oğru adam o adamdır ki, namazından oğruyur. Yəni, namazın rükusunu, səcdəsini tez halda, tələsik halda yerinə yetirir və namazın keyfiyyətini, mahiyyətini itirir. Bu fərdi namazdır. Amma cəmaat namazının qılınma qaydası. Hər birimiz bilirik ki, cəmaat namazı əsasən məscidlərdə qılınır. Səhər, günorta və axşam namazları məscidlərdə qılınır. Məscidlərdə cəmaat namazının qılınma qaydasına gəldikdə isə buyururlar ki, cəmaat namazı müxtəsər şəkildə qılınsın. Yəni, tələsik qılınsın. Cəmaat namazı uzun qılınmasın. Misal olaraq, cəmaat namazında, rükuda bu zikir deyilsə kifayətdir. Subhanə Rabbiyəl azimi və bəhəmdi. Və yaxud 3 dəfə Subhanallah, Subhanallah, Subhanallah. Fərdi şəkildə qıldığımız namazlarda zikirlər deyə bilərik, dualar oxuya bilərik və namazların təqibatları var, oxuya bilərik. Amma cəmaat namazında isə Peyğəmbər özü belə cəmaat namazını tələsik qılırdı. Namazın rükunları, qaydaları hamısı yerində qalaraq, amma cəmaat namazında Peyğəmbər qətiyyən cəmaat namazını uzatmırdı. Bacardığı qədər Peyğəmbər müxtəsər qılırdı və ümmətə də tövsiyə edirdi ki, ümmət də cəmaat namazını müxtəsər qılsın. Bilirsiniz ki, cəmaat namazı əslində insanların, inançlı insanların bir yerə toplaşması üçün ən gözəl ibadət növüdür. İnsanlar bir yerə toplaşsınlar və cəmaat namazında bir-birlərlə ünsiyyət qursunlar, ünsiyyətləri alınsın, bir-birlərindən xəbərdar olsunlar və hədislərdə var ki, mömin mömini görərsə və bir-birlərini görüb sevinərlərsə, bir-birləri ilə görüşdükcə sevinərlərsə, şeytanın planları baş tutmaz. O səbəbdən cəmaat namazına çox tövsiyə olunur. Hətta hədislərdə var ki, əgər məscidə getməyəcəksinizsə, eviniz məscidin yanındadırsa, azanını eşidirsinizsə və məscidə getmirsinizsə, cəmaat namazını qılmağa, hədis o qədər təkidlə tapşırır ki, onda evinizin yerini dəyişin ki, cəmaat məscidin azanının səsini eşitməyəsiniz. Çünki məscidə getmək olduqca tövsiyə olunur. Hətta bəzi hədislərdə var ki, məscidə gedərkən piyada şəkildə, piyada gedin ki, qoy sizin məscidə gəlişiniz insanlarda məscidə qarşı məhəbbət yaratsın. Amma burada qeyd olunan əsas məsələ budur ki, cəmaat namazında imamın vəzifəsi, imam yəni insanların qarşısında dayanıb cəmaat namazını qıldıran şəxsə deyilir. Cəmaat namazında imamın üzərinə düşən məsuliyyət budur ki, cəmaat namazını evdə qıldığı fərdi namazı da fərqləndirsin. İstədiyi kimi cəmaat namazını qıla bilməz. Adından da bəllidir ki, bu insanların namazıdır. Bütün insanların burada namaz qılma haqqı və hüququ var. O səbəbdən də cəmaat namazının təşkilində, cəmaat namazının qılınma qaydasında arxasında dayanıb namazını ona tapşıranların hüquqlarını, haqlarını qoruması olduqca mühümdür. İstədiyi kimi məsciddə namaz qıla bilməz. Məscid Allahın evidir və insanlar da Allah üçün birlikdə olaraq birgə cəmaat namazı qılmağa gəlirlər. O səbəbdən də burada məhz ilahi haqlar riayət olunmalıdır və cəmaatın halına uyğun qılınmalıdır. Xüsusi olaraq yol kənarında olan məscidlər.
və yol kənarında olan məscidlərin imamı olduqca ciddi məsuliyyət daşıyırlar. Onların məsuliyyətləri bundan ibarətdir ki, onlar daha müxtəsər qılmalıdırlar cəmaət namazını. Çünki yol qırağında olan məscidlər həm yoldan keçən üçün namaz qılmaq üçün ən əlverişli şəraitdir. Və universitetlərdə, məktəblərdə oxuyan şagirdlər üçün məktəbdən çıxıb orada namaz qılmaq üçün ən əlverişli şəraitdir. İşdən çıxıb günorta və yaxud da axşam namazını məsciddə qılmaq istəyən insanlar üçün ən gözəl şəraitdir. Və bura gələn insanlar cəmaət namazı qılmaq istəyirlər. Bütün insanlarla birgə onlar da bu namazda iştirak etmək istəyirlər. Amma əgər biz orada cəmaət namazını uzadırıqsa, cəmaət namazını tələsik, müxtəsər, qısa qılmırıqsa şəriət qaydalarına uyğun olaraq, orada biz düz etmirik və digər insanların haqları bizim boynumuzda qalır. Ola bilsin ki, bir insan 10-15 dəqiqə vaxt ayıra bilib məscidə getsin, namazını qılsın və yenidən işinə və yaxud da universitetinə, oxuduğu məktəbə qayıda bilsin. Və yaxud da yolda tələsir, məscidə daxil olur, istəyir cəmaatla birgə namaz qılsın, amma cəmaat namazının imamı, bu cəmaat namazını qıldıran imam namazı uzadırsa, namazı uzadı qılırsa, bu məcbur olur cəmaat namazına qoşula bilmir və bu səvabdan məhrum olur. Bu səvabdan məhrum olmağında əgər mən imamamsa, mən də şərik oluram. İnsanları namazdan küstürmək olmaz. Hədislərimizdə Peyğəmbərdən, İmam Sadiq əleyhissalamdan, Həzrət Əli əleyhissalamdan hədislərimiz buyurur ki, imam cəmaatın imamının vəzifələrini buyurur, üzərinə düşən məsuliyyətdən danışır. Buyurur ki, namazı elə qılmayın ki, insanları cəmaat namazından bezdirəsiniz. Görün, nə gözəl yoldur cəmaat namazının qılınma qaydasında. Buyurur ki, namazı elə qılmayın ki, o qədər uzun qılmayın ki, insanları namazdan bezdirəsiniz. İnsanlar tək namaz qılmağa adət etsinlər. Və bir insan əgər cəmaat namazının uzun olduğu üçün ya halı ona yoxdur, ya yaşlıdır, xəstədir, onun üçün uyğun olmur və yaxud da tələsir, işinə görə qoşula bilmirsə cəmaat namazına və yaxud da qoşulursa cəmaat namazına, namaz çox uzun olduğu üçün narahatçılıq keçirir, halı ona uyğun deyilsə, burada təqsirkar insanların qarşısında dayanan o imam cəmaatdır. İmam cəmaat olduqca diqqətli olmalıdır. Peyğəmbər buyurur ki, İzə səllə ahadukum bin nəsi, əgər sizlərdən biriniz cəmaatla namaz qılmalı olsaz, fəlyuxafifəs-səlah, namazı yüngülləşdirin. Yəni, namazın qılınma qaydasını ağır qılmayın. İki namazın arasında çıxış eləməyin, iki namazın arasında uzun-uzadı dualar etməyin, iki namazın arasında uzun-uzadı zikirlər oxumayın. Yəni, namazın qılınma prosesini konkretləşdirin. Ardıca buyurur ki, فَإِنَّ فِيهُمُ الزَّعِيفَ وَالسَّقِيمَ وَزَلْ hacə. Çünki insanların arasında xəstə olan olur. Çünki insanların arasında uzun-uzadı ayaq üstə dayanıb qunut tutmağa gücü olmayan olur, canı xəstə olan olur. Ondan sonra zəiflər olurlar, yəni qocalar ola bilərlər, uzun-uzadı ayaq üstə dayana bilmir, səcdədə uzun müddətli qala bilmir, təzyiqi yüksək olan insanlar var, canında xəstəliyi olan insanlar var və zəl hacə və işi olanlar var. Siz bunların hamısını əgər cəmaat namazı qılmaq istəsəz, imam cəmaat olmaq istəsəz, siz bunların hamısına riayət etməlisiniz ki, digər insanlar bu namaz qılmaqdan əziyyət çəkməsinlər, çünki onlar namaz qılmaqdan əziyyət çəkərlərsə, sonra cəmaat namazına onların ürəyində ikrah yaranır. Cəmaat namazını xoşlamazlar və elə həmişə çalışarlar ki, fərdi qılıb getsinlər. Burada səbəbkar kim olur? Burada əsas səbəbkar namazı qıldıran hesab olunur. O səbəbdən də xüsusi olaraq din xadimlərinin öhdəsinə düşən əsas məsuliyyət budur ki, biz bacardığımız qədər öz istəklərimizlə deyil, necə şəriət bizə təklif eləyirsə, o cürdə cəmaat namazını qılıb və yaxud da qıldırmalıyıq. Əhkamı qaydalara da baxsaq, görürük ki, cəmaat namazını uzun olaraq qılmaq, hətta bəzi fiqh hökmlərdə məkruh da hesab olunur. Məkruhun, kərahətin də əsas səbəbi olur ki, digər insanları biz incitmiş oluruq. Allah qıldığımız namazları bizdən qəbul eləsin. Allah
itaat və ibadətlərimizi qəbul eləsin və biz bütün ibadət və itaatlərimizdə digər insanlar da o ibadətlər və itaatlər ki, cəm halında həyata keçirilməlidir, biz onlarda digər insanlar da mütləq nəzərə almalıyıq. Allah hər birimizdən qəbul eləsin inşallah.